Salam değerli izleyiciler, değerli futbol severler, her birinizi hoş gördük. Futbol haberlerine, transfer haberlerine geçmezden önce 20 yanvar hadisəsinin 36-cı il dönümü ilə bağlı xalqımıza başsağlığı verir. Ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş qardaş bacılarımıza Allah'tan rəhmət diləyirəm və inanıram ki, ölkəmizin, dövlətimizin müstəqilliyi, azadlığı daimi olacaq. Bu arzularla, bu diləklərlə xəbərlərdə sizin nəzərinizə çatdıraq. Dəyərli dostlar, bildiyiniz kimi çox önəmli günlərdir bugün futbol sahəsində də. Qarabağ komandası Almaniya təmsilçisi Eintracht Frankfurt təmsil komandasını Bakıda qonaq edəcək Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində. Və artıq oyuna saatlar qaldı deyə bilərik. Qarabağ komandası bu görüşdə qələbə qazana bilərmi? Bu oyun olduqca vacibdir dəyərli dostlar bizlər üçün. Çünki Qarabağ komandası yalnız qələbə qazandığı halda növbəti mərhələyə yüksələ bilər. Heç-heçə də müəyyən qədər şansımızı saxlayır, amma sonuncu turda Liverpool səfərini nəzərə alsaq, mütləq bu görüşdən xal almalıyıq. Nə düşünürsünüz? Qarabağ Tofiq Bəhrəmov adına Respublika stadionunda başdan bu görüşdə xal qazana bilərmi? Qələbə qazana bilərmi? Hesab təxminləriniz nədir? Futbolçular, hansı futbolçular qol vura bilər? Bu barədə fikirlərinizi yazın. Mən isə oyun öncəsi baş verən hadisələr və bəzi transfer məsələləri var ki, bu barədə sizləri məlumatlandırmaq istəyirəm. İlk öncə onu qeyd edim ki, Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində başlayacaq Qarabağ Eintracht maçından öncə mətbuat konferansında maraqlı açıqlamalar verib. O bildirib ki, rəqib komandanın baş məşqçisinin qovulması, yeni baş məşqçi ilə qarşımıza çıxması bizim üçün müəyyən problemlər yaratdı. Çünki hansı taktika ilə, hansı motivasiya ilə meydana çıxacaqlarını bilmirik və təbii ki, bu oyuna hazırlaşmağa təsir edəcək. Həmçinin Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanov yaxın zamanlarda transferlərin ediləcəyini vurğulayıb. Johnny Monterin hal-hazırki durumunu yaxşı olduğunu, amma hələ də tam razı deyiləm, bundan da çox yaxşı ola bilər deyib Qurban Qurbanov və bu cür davam etsə yaxın zamanlarda daha da yaxşı olacaq deyib Qurban Qurbanov. Həmçinin eyni zamanda Çempionlar Liqası, ölkə çempionatı, ölkə kubokunda çıxış etməyin çətin olduğunu vurğulayıb. Heyət də çox geniş deyil, təbii ki, 22-23 futbolçu ilə mübarizə aparmaq həqiqətən çətindir. Başa düşülən də Qurban Qurbanın gileyi, amma təbii ki, transferdə etmək lazımdır ki, sonra heyət belə kasada olmasın. Transfer barəsində danışaq ilk öncə, sonra Pedro Bicalio'nun və digər rəqib komandanın açıqlamaları var və digər xəbərləri də sizin nəzərinizə çatdıracaq. Bəli, Qurban Qurbanov transfer anonsunu verdi. Bunlardan biri Konqolu futbolçu Brian Çibenqadır. Hal-hazırda ekranda bu futbolçunu görürsünüz. Aldığımız məlumata görə Qarabağ komandası bu futbolçuya rəsmi təklif göndərib və futbolçu hal-hazırda İspaniya 2-ci liqasında Castellón klubunun futbolçusudur. 1,4 milyon avro qiymətində dəyərləndirilir. Kongo doğumludur. 1 metr 72 sm boyu var. Sol cinah wingeridir və hal-hazırda onun transfer dəyəri 1,4 milyondur. Portuqaliyada futbol məktəblərində yetişib, Boavista'dan məktəbini keçib. Bir sıra klublarda, məsələn, Vilverense, Paços Ferreira kimi klubların da şərəfini qoruyub və son klubu İspan klubu olub Castellón klubu və hal-hazırda da Castellón klubunun üzvüdür, amma yayda müqaviləsi başa çatır. Qarabağ komandası bu futbolçunu transfer etmək üçün indidən hərəkətə keçib, müəyyən miqdar təzminat qarşılığında bu futbolçunu transfer etmək istəyir qış transfer pəncərəsində. Əgər transfer baş tutmasa, futbolçunu razı salıb yay transfer pəncərəsində heç bir təzminat ödəmədən öz sıralarına qalxmaq istəyirlər. Görək bu transfer başlayacaqmı? Sizcə bu transfer necə uğurlu ola bilərmi? Bu barədə fikirlərinizi mütləq yazın. Qarabağın futbolçusu Pedro Bicalio da Eintrachtla oyundan öncə açıqlama verib. O, bu maçın olduqca vacib olduğunu bildirib. Mənim karyeramın ən vacib maçlarından biridir deyib Pedro Bicalio.
Nəzərə alsaq ki, böyük turnirdə, Çempionlar Liqasında və çox vacib bir maça çıxırıq, həlledici maça çıxırıq. Karyeramın ən vacib oyunu hesab edə bilərik bunu deyib Pedro Bicalho. Dəyərli dostlar, rəqib komandanın baş məşqçisi də müəyyən açıqlamalar verib. Bu barədə sizləri məlumatlandırırım. Bildiyiniz kimi, rəqib komandanın baş məşqçisi Top Muller idi və o qovuldu. Onun yerinə onun köməkçisi Denis Schmidt gətirildi müvəqqəti olaraq. İndi qarşıdakı yeni günlərdə, həftələrdə başqa məşqçi gətirirlər. Çox güman ki, Xabi Alonso gələ bilər bu komandaya, amma hər halda Denis Schmidtə tapşırılıb və Denis Schmidt gənc məşqçi çalışacaq. O həyəcanlı olduğunu bildirib və bildirib ki, Qarabağla oyuna köklənmişik, bütün fikrimiz Bakıdadır. Bu arada onu qeyd edim ki, onlar sabah gələcəklər, oyun günü gələcəklər Bakıya və bu mətbuat konfransını Almaniyada keçiriblər. Onlar qeyd edib ki, müntəzəm olaraq çempionluq uğrunda mübarizə aparan bir komandaya qarşı, xüsusi mexanizmləri formalaşmış bir komandaya qarşı mübarizə aparacağıq. Həmçinin Denis Schmidt bildirib ki, 13 il bundan əvvəl Avropa Liqasının oyununda Eintrachtın heyətində Bakıda Qarabağla oyunda dubl edən, hazırda Frankfurt klubunun məşqçilər korpusuna yer alan Alexander Mayer ilə bağlı bir zarafat daxil edib. Əlbəttə ki, son oyunda onlara qarşı 2 gol vuran Alex Mayer'in bizim məşqçilər korpusumuzda olması bizim üçün əlavə üstünlük yaradır deyib. Hər halda yarı zarafat, yarı ciddi belə bir fikir söyləyib. Rəqib komandanın baş məşqçisi yox, daha doğrusu kapitanı Robin Koç öz açıqlamasını bildirib. O da açıqlamasında bildirib ki, rəqib komanda kifayət qədər güclü, təcrübəli bir komandadır. Bizim kifayət qədər səhvlərimiz oldu. Artıq bu səhvləri aradan qaldırmaq və qələbə qazanmaq istəyirik. 2022-ci ildən bu tərəfə səfərdə Çempionlar Avropa kuboklarda qələbə qazanmamışıq. Buna son qoymaq istəyir deyib Robin Koç. Sizcə buna son qoya biləcəklərmi? Fikirlərinizi sizdə şərhlər bölümündə yazın dəyərli dostlar. Bu arada Eintracht Frankfurt komandasının saytında da Qarabağ haqqında bir məqalə dərc olunub. Məqalədə deməli Kamilla Duran və Qurban Qurbanovun, həmçinin Tofiq Bəhramovun şəkilləri də yer alıb. Məqalənin başlığı belədir: oyun günün diqqət mərkəzində, Qarabağ mikroskop altında. Qarabağ komandasının adətən 4-2-3-1 taktiki sxemi ilə meydana çıxdığını, ilk 11-liyi demək olar ki, çox vaxt dəyişmədiyini, yalnız 1-2 dəyişiklik ola biləcəyini ehtimal etdiklərini vurğulayırlar. Komandanı detallı şəkildə analiz ediblər, vurulan qollar, buraxılan qollar və s. oyun üslubu hamısı haqqında məqalədə danışıblar. Görünür ki, komandanı çox ciddi şəkildə analiz ediblər. Hər halda təbii ki, belə də olmalıdır. Hər halda Qarabağ komandası da onları analiz edib, amma necə analiz edəsən ki, komanda baş məşqçi getdi, komandanın ümumiyyətlə oyun üslubu bilinmir, yeni baş məşqçi hansı motivasiya ilə, hansı üslubla, hansı taktika ilə meydana çıxacaq, o da belə bilinmir. Qurban Qurbanov işi çətindir. Qurban Qurbanov düşünürəm ki, birinci hissədə analiz edəcək rəqibi, ikinci hissədə artıq əsas girişlərini etmiş olacaq. Uğurlar diləyək bu çətin qarşılaşmada Qarabağ komandasına. Bu arada bugün artıq Çempionlar Liqasında bir neçə maç baş tutacaq. Siz ekranda cədvəli də görürsünüz, hal-hazırda cədvəldəki vəziyyəti siz də izləyin. Mən isə bugün başlayacaq oyunlar haqqında sizləri məlumatlandırırım. Belə ki, Çempionlar Liqasında bugün 19:30-da Kairat Brügge, 21:45-də Bodo Glimt Manchester City və gecə saat 00:00 radələrində Kopenhagen Napoli, Inter Arsenal, Olympiakos Bayer, Real Madrid Monaco, Sporting PSG, Tottenham Borussia Dortmund, Villarreal Ajax maçları baş tutacaq. Xəbər verdiyimiz kimi Qarabağ komandası sabah oynayacaq. Sabah 21:45-də Galatasaray Atletico Madrid və Qarabağ Eintracht görüşləri başlayacaq. Digər oyunlar isə gecə saat 12-də start götürəcək. Atalanta Atletic Bilbao, Chelsea Pafos, Bavaria Union Real, Juventus Benfica, Newcastle PSV, Marseille Liverpool, Slavia Praga, Barcelona qarşılaşmaları baş tutacaq. Komandamıza uğurlar diləyirik, Qalatasaray'a da uğurlar diləyirik və mən Real Madrid'e də uğurlar diləyirəm. Çünki Real Madrid'e azarkeşliyirəm bildiyiniz kimi.
Ümid edirəm ki, komandalarımız qalib gələcək və Çempionlar Liqasının bugün keçirilən oyunları CBC Sport və İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq dəyərli dostlar. Belə ki, CBC Sport Bodo Glimt Manchester City qarşılaşmasını və Inter Arsenal qarşılaşmasını canlı yayımlayacaq. İctimai Televiziya isə Real Madrid Monaco qarşılaşmasını canlı yayımlayacaq. Bunu da sizin nəzərinizə çatdırdım. Dəyərli dostlar, bu sizə çatdıracağım sonuncu xəbərdir. Siz də öz fikirlərinizi yazın. Sizcə Qarabağ komandası Eintrachtı məğlub edə bilərmi? Hesab təxminləriniz, kimlərin qol vuracağını gözləyirsiniz? Bu barədə mütləq öz fikirlərinizi yazın. Mən isə növbəti videoda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Nə yaxşı ki, varsınız. Hələlik.